20 yanvar günüdür, şəhidlərimizin günüdür. Şəhidlər günü 20 yanvar günüdür. Biz şəhidlərimizi anırıq bugün Azərbaycan xalqı olaraq. Bəndəliyin zirvəsi şəhadətdir. Biləsiniz, Allah şəhidləri necə əzizləyir. Şəhidlik kimlərə qismət olur? Şəhidlik mütləq xalislərə qismət olur. Şəhid kimdir? Şəhid o adamdır ki, gizli yaxşılıqları çoxdur. Şəhadət istəyən varsa burada, şəhidlik arzusu ilə yaşayan varsa, şəhadət xalislərə qismət olur. Şəhidin çox işlərindən bizim xəbərimiz yox. Şəhid niyə görə bu qədər əzizdir? Çünki şəhid insanlığa xidmətin zirvəsinə ucalmış bir şəxsdir. Şəhiddən məndən əsər əlamət yoxdur. Şəhid insanlığın, bəşəriyyətin aşiqidir. Ən şirin şey olan canını insanlıq yolunda verib. Şəhid atalarının, analarının önündə baş əyirəm. Mən gördüm, mən bu neçə gündə, xüsusən ataların halını da görürdüm. Analar yenə dilinə gətirir. Ata görsən sakitlik yanır bir qıraqda. Ata sakitlik yanır, amma görürsən ki, necə dağ sinəsinə çəkilir. Hamısının əllərindən öpürəm. Necə minnətdarlıq eləyim bilmirəm. O şəhid atalarına, şəhid analarına. Vallahi ürəyim çox doludur. Mən bu bir il içində nə qədər şəxsən özüm qocaldım. Görənlər də deyir ki, elə bil ki, o təmasların, o halları görürdüm. Necə vüqarla. Şəhidlər belə adamlardır, bax, şəhidlər belə adamlardır. Həyat onlar üçün gözəldir, müqəddəsdir, möhtərəmdir. Gözəldir, bəs niyə ölür şəhid? Bilirsiniz, niyə görə şəhadətə gedir çatır? Əvvəla şəhid ölmür, bəs niyə şəhadətə razı olur? Həyat gözəldirsə, bilirsiniz, niyə görə? Ona görə ki, keyfiyyətli yaşayır, daha keyfiyyətlisini istəyir. Artıq sığmır, bura deyir, daha yaxşısını istəyirəm, ona şəhadət hədiyyəsi verirlər. Həyatı sevənlərə şəhadət nəsib olur. Yoxsa, Allah mənə şəhidlik qismət edir, Allah deyir, hələ sənə verdiyimin nağd həyatı yaşa görüm, yaşayamırsan axı bunu. Bu konkret sənə həyat vermişəm, xarab eləmişsən, qoyacaq. Nə? Sən bunu hələ bir keyfiyyətlə gözəl yaşa, baxım görüm ki, sən gözəl yaşamaq əhlisən, daha gözəlini verim. Şəhadətin yolu bundan keçir. Gözəl yaşamaqdan keçir. O qədər gözəl yaşa ki, Allah yolunda verməyə dəysin bu həyatı. Adam sevgilisinə çirkin, palçıq içində bir şey hədiyyə eləyər, yox, gül verər sevgilisinə. Həyat da gül kimi olmalı ki, Allaha təqdim edərsən şəhidlik. الذين قتلوا في سبيل الله أمواتا بل أحياء عند ربهم يرزقون